birinci dəyişən qüvvətlərində nələr olduqda nələr baş verir? Gəlin birinci bunu dərindən öyrənək. Məsələ nədir? Əgər A üstü 2 yazılıbdırsa, bu A vurulsun A demək olmuş olacaq. Həmçinin də A üstündə artıq -1 yazılıbdırsa da, mənfi bunu nə edəcək? Tərsinə çevirmiş olacaqdır. Yəni 1 bölünsün A yazılmış olacaqdır. Təbii ki, qüvvətdə indi 1-dir deyə qüvvəti 1 olacaq. Əgər qüvvətdə 2 olsaydı, onda ümumi olaraq bunu ikinci dərəcə qüvvətə yüksəltmiş olacaqdıq. Məsəl üçün, bizə veribdir 2-də 3 üstündə -2. Artıq bu mənfi həm tərsinə çevirəcəkdir. Yəni, olacaq da artıq, deməli, yuxarıda 2, aşağıda 3. Və həmçinin də qüvvəti eyni formada qalacaqdır. Mənfi sadəcə bunu neynədir? Tərsinə çevirmiş olacaqdır. Vəssalam. Qalan hər şey qalır yerində. Bəs yaxşı. Bizdə versəydik ki, A üstündə 2-də 1, artıq burada kökün dərəcələrini qeyd eləmiş olacaqdır. Yəni, kökün dərəcəsi ikinci dərəcə kök altı, ikinci dərəcə kök altını biz qeyd eləmirik bu arada. Kök altında A demiş olacaq. Məsəl üçün, bizim bu düstur formasını necə yazarıq? N-dən M-dirsə əgər, onda bu olacaqdır. N-ci dərəcədən kök altında A üstündə M ifadəsi olacaqdır artıq. Bu M-i mən qüvvət şəklində xaricdən də qeyd edə bilərəm mən. N əsasdan, N-ci dərəcə kök altına, A əsasdan, yəni A üstü M şəklində də qeyd edə bilərik. Yenə də eyni formada olmuş olacaq. A üstündə -2-də 1 yaza bilərik. Bu həm tərsinə çevrilməsi deməkdir 1 bölünsün. Həm də 2-də 1 bunu kök altına salması deməkdir. Kökdə A formasında olacaqdır. Buradakı mənfi ilə bu ədədin mənfisi, yəni arasında bir əlaqə falan yoxdur. Yəni vuraq falan elə bir şey yoxdur ümumiyyətlə. İndi gəldik bir də biz kök altı ifadələrdə düsturlar necə olacaqdır bu hissəyə. Deməli, bizə veribdir məsəl üçün kök altında 2 vurulsun kök altında 3. Əgər vurma və ya bölmə əməlidirsə, biz bunları eyni kök altına yaza bilirik. Yəni, kök altında 2-ni vururuq elə birbaşa 3-ə, o da kökdə 6 edəcək. Və ya kök altında 8 bölünsün kök altında 2. Yenə bölmə əməliyyatı deyə eyni kök altına yaza bilirəm. 8 böl 2 o mənə kökdə 4-ü verir. Oradan da birbaşa 2 çıxmış olacaqdır. Bəzən biz ora 3-cü dərəcə falan da yaza bilirik. Məsələn, bura 3 olsaydı əgər, bu 3-cü dərəcə kökdən idi. Və o demək ki, hansı ədəddir ki, 3 dəfə öz-özünə vurubdur, həmin ədədi əldə edibdir. Bunu fikirləşəcəyik. Kökdə 4-dən də bizə 2 çıxmış olacaqdır. Əgər bizə versə kök 3 üstə gəlsin kök 5 ifadəsi, biz artıq bunu heç bir şey eləyə bilmərik. Toplama və ya çıxmalarında kök 3, məsələn, çıx kök 2. Bu toplama və çıxmalarında biz heç bir şey icra edə bilmərik. Sadəcə vurma və bölmələrdə istifadə eləmiş olacağıq. Burada heç bir şey eləmədik. Bir də bizdə verə bilər necə bir ifadə? Məsələn, kök altında 2-dir, vurmaq istəyirəm 3-cü dərəcə kök altından 5-ə. Belə misallarda artıq köklərin dərəcələrini eyniləşdirirsiniz. Yəni, olacaq da burada nə? Deməli, bunun dərəcəsi 2-dir. 2 ilə 3-ün elə bir sanki əkobunu tapırsınız. O da 6 eləyəcəkdir. 6-dırsa, bunun dərəcəsini mən vururam 3-ə, bunun da dərəcəsini vururam 3-ə. Bunun dərəcəsini vururam 2-yə, onda bunun da dərəcəsini 2-yə vururam ki, ixtisar gedəndə yenə eyni şey qalsın bu hissədə. Olacaqdır birinci ifadəmiz kök 6-cı dərəcə kök altında 2 üstü 3, yəni 8 vurulsun 6-cı dərəcə kök altında 25. Bunları da vuranda artıq 6-cı dərəcə kök altında 8 vur 25. Yəni 200 eləmiş olacaqdır. Artıq biz bunu hesablamış olacağıq. Və bir də bir şey deyək, burada ixtisarlar necə baş verəcəkdir? Məsəl üçün bizə veribdir 3-cü dərəcə kök altı 3 olmasın bizdə. Məsələn, 18-ci dərəcə kök altında 2 üstündə 30 verilibdir məsələn. Belə olanda biz bunları ixtisar apara bilirik. Hər ikisi 6-ya bölünür. Burada qalır 5, burada qalır 6-ya böləndə 3. Yəni, olacaqdır 3-cü dərəcə kök altında 2 üstündə 5 ifadəsi. Bu da bizim yekun cavablarımızdandır. Bunu necə eləyirik əslində? Gəlin ona baxaq. Biz bunu qüvvət şəklində yazırıq. 2 üstündə. Məxrəcə kökün dərəcəsini yazırıq, yəni 18. Sürətə isə bunun qüvvətini yazırıq, yəni 30-u yazırıq. Vəssalam. Bunlar da başlayır ixtisar getməyə, kəsir kimidirlər deyə. Ondan sonra da elə buradakı ifadəni təzədən almış olacağıq. Başqa bir də kəsirləri məxrəcini irrasionaldan azad eləmək var. Onu bayaq keçən dərsimizdə yəni demişdik, əvvəlki videomuzda da. Məsəl üçün 1 bölünsün kök 3 veribdirsə əgər, bunu irrasionaldan azad eləmək üçün bunun elə qoşmasına, yəni kök 3-ə vurmuş olacaq. Yuxarıda da eyni qayda. Məxrəcdə olacaq 3, surətdə olacaq kök 3. Yəni cavab olacaq kök 3 bölü 3 bizə nəyi verdi?
Yəni 1 bölü kök 3 ifadəsi bunu aldı, belə deyək. Bir də başqa bizdə kök 6 bəzən ifadə verir. Hesab olmaq biraz qəliz olur. Yəni məsəl üçün 3-cü dərəcə kök altındadır. 648 məsələn. Deyir bunu kök 6-sını sadələşdir. Artıq sadə üsulumuz nədir? Yəni istənilən hər səfərində ödəyir. Bunu sadə vurğularına ayırırsınız. 648-i sadə vurğularına ayırırıq. 2-yə bölündü 324, 2-yə bölündü 162, 2-yə bölündü 81, 3-ə bölündü 27, 3-ə bölündü 9, 3-ə bölündü 3, 3-ə bölündü 1. Kökün dərəcəsi neçədir? Bu o deməkdir ki, 3 dənə eyni olan sadə ədədi götürürsünüz, silirsiniz və bir dənəsini çıxardırsınız əvvələ. 3-ünü sildim, bir dənə 2 gəldi. 3 dənə 3 var. Sildim, bir dənə 3 gəldi. Bundan 2 dənə olsa və ya 1 dənə olsa, yəni 3 dənə olmasa, artıq bunu biz saxlayırıq kök altında. Olacaq ki, kök altında 2 ifadəsi, 3 ifadəsi. Əgər məsələn əlavə 5 olsaydı 3/5 olmuş olacaqdı bu formada. Bu da oldu bunun daha sadə versiyası ki, necə kökdən çıxartmış olacağıq artıq. Bir də bəzən belə bir misal verə bilir bizə. Sizsə 2 dənə kök altı ifadəsi. Məsələn, verib burada kök altında 2, bir dənə də 3-cü dərəcə kök altında 5. Bunu sadələşdirmək üçün necə eləyəcəksiniz? Deməli, buradakı ifadəni çəri keçirtmək istəyirsinizsə, onda bunun dərəcəsi həm 2-nin qüvvətinə vurulur, həm də kökün dərəcəsinə vurulacaqdır. Bunun dərəcəsi yazılmışsa olacaqdır 2. 3-ü də 2-yə vuranda eləyəcək bizə 5-ci dərəcə kök altında. Olacaqdır 2 üstündə 3 vur 5 üstündə elə 1-dir də, yəni 5 üstündə 1. Bu da olacaqdır ifadəmiz. Yəni bunu biz kök altından salmış olduq. Yəni məsəl üçün düstur formasına yazsaq necə olacaqdır? Kök altında m deyək, a-dır burada, kök altında n-dir, burada da b-dir. Belə olduğu təqdirdə kökün dərəcələri bizdə vurulur, olur m vur n. Bir də içəridə də olacaqdır, a üstündə qüvvəti n-ə vurmuşuq, bir də vurulsun b olacaqdır və s. Bəzən biz bunları müxtəsər vurma düsturlarına yığmalı oluruq. Məsəl üçün, deyir, yəni bu ifadəni veribdir, deyir, sadələşdir. Deməli, belə sadələşdirərkən biz bir şey yadımızda saxlamalıyıq. Məsəl üçün, bizə veribdir kök altında 2 üstəgəlsin kök altında 3 ifadəsinin mörtəzə kvadratı. Bu bizə nəyi verəcək? Bərabərdir. Birincinin kvadratı 2. Üstə gəlsin. Hasilinin 2 misli 2 kökdə 6. Üstə gəlsin. İkincinin kvadratı 3. Aha. 3 ilə 2-ni toplayıram. 5 üstə gəl 2 kökdə 6 edir. Yəni nədir məsələ? Ədəd və kök ifadənin cəmi şəklindədir. Burada da eyni qayda. Bəs buradan geriyə necə yığarıq biz? Əsas biz bu hissəyə baxırıq. Hasillərinin 2 mislidir. 2-yə böləndə, yəni necə kökdə 6. Artıq biz bilirik ki, bu hasilləridir bizdə. Onda məsəl üçün burada 4 kökdə 2 veribdir. Bunun yarısı bizə verəcək 2 kökdə 2. Aha, hansısa ədədlərin hasili bizə 2 kökdə 2-ni veribdir. Hətta bunun kök altına sala bilərsiniz. Olacaqdır 2-ci dərəcə kökdür deyə bunun qüvvətinə vurulacaq, olacaq 2 2 vur 2. O da bizə 4 vur 2, yəni 8 verəcək. Kökdə 8 alınacaqdır. Və məsələ nədir? Hansı ədədlər vuranda kökdə 8 eləyər? Kvadratlarını toplayanda isə bizə 9-u verəcəkdir. Bu ədədləri fikirləşirik. O da görür ki, bizə kök 8 nə? 1-dir də. Kvadratlarını toplayanda bizə bunu verir. Bəs son, bunun deməli mörtəzə kvadratı olacaq. Sadəcə arasındakı işarə isə buradakı işarəni yazırıq. Toplama olsa toplama yazırıq, çıxma olsa çıxma yazacağıq. İndi biz çıxmadır deyə çıxma yazacağıq. Sadəcə onu yazıram kök altında. Olacaq kökdə kök 8 çıx 1-in mörtəzə kvadratı. Yadımıza saxlayaq. Əgər kökün dərəcəsi cütdürsə, məsələn 2-dirsə, əgər 2 deməyək 4 deyək məsələn. Burada a üstü 4 yazılıbdırsa əgər, bunlar ixtisar gedir və modulda çıxacaqdır. Nə vaxt? Kökün dərəcəsi cüt olduqda. Bəs tək olduqda nə baş verəcək? 3-cü dərəcə kök altında a üstü 3 veribdir. Bunlar ixtisar gedəndə isə artıq elə a-nın özü olmuş olacaqdır. Yəni mənfi də ola bilər, müsbət ola bilər. Amma cüt dərəcədirsə bizə sadəcə modulla vermiş olacaqdır. Həmişə müsbət çıxardacaq. Məsələn burada. Bu kvadratları ixtisar edirəm. Qalır burada nə? Modulda kök 8 minus 1 qiyməti. Bu da biz bilirik ki, 1 hansı ədədlər arasındadır? Yəni kvadrat nə verir bizə? Kökü 1-i verir, bəli. Kök 8-dən də kök 1-i çıxanda biz bilirik ki, artıq bizə müsbət qiyməti verir. Ona görə bunu moduldan çıxardırıq elə birbaşa. Olacaq kök 8 çıx 1. Yəni bu ifadənin cavabı olur kök 8 çıx 1 ifadəsi. Bu qədər. Yəni əsas məsələ nədir? Burada biz kvadrata yığmış olduq. Bir də dediyimiz kimi bu hissəyə bir dənə diqqət edək. Əgər dərəcəmiz tək dərəcədirsə, içərisi mənfi də olar, müsbət olar. Amma kökün dərəcəsi müsbətdirsə,
cüt ədəddirsə, onda kök 6 həmişə bizə müsbəti verməlidir. Məsəl üçün, kök altında b veribdirsə, b həmişə sıfırdan böyük bərabər olmalıdır. Kökdə sıfırdan sıfır çıxır təbii ki.